Salam uşaqlar, 8-ci sinif ədəbiyyat dərsliyindən Cəlal Məmmədquluzadənin Qurbanəli bəy hekayəsinin təhlilinə və məzmununa gəlin bir yerdə baxaq. Qurbanəli bəy epik növdə yazılıbdır. Görürük ki, nəsrlə yazılıbdır. Təbii ki, hekayə isə burada təhkiyə aparıcı olacaq. Və hekayənin gözlənilməz sonluqla bitən deməli bir qrupuna aid olduğuna görə novella adlanır. Daha sonra satirik hekayədir. Bir çox ictimai məsələlər özünü göstəribdir hekayədə. Bəs məzmun nə olar? Ümumiyyətlə mövzusu nə olar? Mövzusu çarizm dövründə Azərbaycan xalqının həyatı, bir növ Qurbanəli bəy kimi insanların özlərindən vəzifəli şəxslərin qarşısında özlərini alçatmaqları, onlara yaltaqlanmaqları və s. kimi məsələlər mövzuda əks olunmuşdur. Daha sonra bəs ideyası nə ola bilər? İdeyası da Qurbanəli bəy kimi insanların milli kimlik hissindən məhrum olmuş insanların özlərini o vəzifəli şəxslərin qarşısında alçaltmalarını bir növ açıb göstərmək olmuşdu. İndi gəlin bir yerdə əsəri oxuyaq və baxaq görək əsərdə nələr var. Xəbər çıxdı ki, bugün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür. Kəndə şuriş düşdü. Kənd əhlindən bugün çöl işinə gedən olmadı. Cəmaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Cəmaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdu. Qıraq kəndlərdən də cəmaat xəbər tutub yavaş-yavaş gəlirdi. Deməli, baxırıq ki, burada pristavın arvadının ad qoyulan günüdür, yəni pristavın arvadının ad günüdür. Kənddə belə bir qarışıqlıq düşüb, şuriş qarışıqlıq yəni düşübdür. Kənd əhlindən hər kəs maraqlanır ki, görək naçalnik gəlirmi? Hər kəs bir növ naçalnikə həsrətlə gözləyir. Yəni görək gəlirmi? Naçalnik necə bir insandır? Bəs yaxşı, ümumiyyətlə naçalnik sözün özünün mənası nə deməkdir? Naçalnik bir növ polis, jandarma rəisi deməkdir. Daha sonra burada baxaq görək başqa hansı sözün mənasını bilmirdik. Aha. Deməli, başqa bir söz yoxdur burada. İndi burada yəni hamı haykü ilə baxır görək naçalnik gəlir, gəlmir. Bir növ bir qarışıqlıq düşüb də. İndi keçək digərinə. Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi. Kətta, Yasavul, Qlava mirzələrindən savay. Bunlar hamısı o çarizm dövründə o vəzifəli şəxslərin bir növ adlarıdır. Həyətə girməyə heç kəsə izin verilmirdi. Həyətdə it yiyəsini tanımırdı. Yəni yalnız vəzifəli şəxslər həyətə girə bilərdi. Həyətdə it yiyəsini tanımırdı. Səsdən qıyqaldan qulaq tutulurdu. Bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdi. Uşaqlar, qlava nədir? Qlava da elə çar hakimiyyəti dövründə şəhər idarə rəisi, bələdiyyə idarə başçısı deməkdir. Ümumiyyətlə bu kəttadır, Yasavuldur, qlavadır. Bunlar hamısı vəzifəli şəxslərdir. Yalnız pristavın belə deyək də arvadının adı qoyulan gündə ancaq bunlar həyətə girə bilərdi. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb haf eləyirdi, gah kəttanın üstünə tullanıb haf eləyirdi. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı. Tişi, yəni yavaş. Və sonra yenə girirdi içəri. Pristavın aşpazları bellərində ağ ünlük hərdən bir həyətə çıxıb qlavanın birinə deyirdi: "Tez yarım girvənkə zəfəran tap." Tez yarım girvənkə zəfəran tap. Daha sonra baxaq görək harda qaldı, mən itirdim yerin. Deməli, burada deyirdi ki, tez yarım girvənkə zəfəran tap. Qlava baş üstə deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu. Uşaqlar, bu girvənkə var, bu bir ölçü vahididir. Yəni 400 qrama bərabər köhnə ağırlıq ölçüsü deməkdir. Əda, Mirzə, Həsən durma, tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin. Biraz keçirdi, bir ayrı aşpaz əlində kotlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu. Qlava, 4-5 yumurta lazımdır. Qlava sevincə əlini uzadırdı, həyətdəki səbətlərə cavab verirdi. Nə danışırsan, burada 1000-dən artıq yumurta var. Daha sonra birdən qaçaqaç düşdü. Dedilər, naçalnik gəlir. Aha, artıq birinci qaçaqaç düşdü. Deyirlər, naçalnik gəlir. Qlavalar çıxdılar qapıya.
Xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi, güya qurbağanın gölünə daş atdılar. Yəni sakitçilik çökdü burada. Çünki bu gələn naçalnik deyilmiş. Deməli uşaqlar, birinci gələn naçalnik deyil, özgə məhalın pristavı imiş. Bu birinci gələn özgə məhalın pristavıdır. Deməli birinci kim gəldi uşaqlar? Özgə məhalın pristavı. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri. Yenə kotlet bıçaqlarının taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücə toyuqların və qlavaların və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucudan təzə gələn qlava, kəttalar atdan yenib dolu xurcunları doldururdular həyətə. Bir ucudan kəndlilər dallarında qab, qazan, xalı və palaz daşıyırdılar. Bax, burada görürük ki, kəndləri əslində burada bir, belə deyək də, kəndlər yaxşı yaşamır. Bir növ belə vəzifəli şəxslərin qarşısında belə deyək də, onların buyruqlarını yerinə yetirirlər. Heç yaxşı yaşamırlar kəndlilər. Amma bax burada nə deyirdi? Deyir, 1000-dən artıq yumurta var. Baxırıq ki, vəzifəli şəxslərin yaxşıdır, keyfləri kökdür, yaxşı yaşayırlar. Bir ucdan kəndlər həyətin dibində quzular və toyuq cücələri yan-yana yığıb öldürüb təmizləyirdilər. Hay-küydür də, hamı yəni ad gününə hazırlaşır burada. Naçalnik də gələcək. Birdən qaçaqaç düşdü. İkinci qaçaqaç düşür burada. Artıq ikinci qaçaqaç düşür burada. Birdən qaçaqaç düşdü. Dedilər, naçalnik gəlir. Qlavalar qaçdılar qapıya. Xanım və qonaqlar çıxdılar balkona. Tulalar tullandılar həyətə və bir qədər keçdi. Yenə qurbağanın gölünə daş atdılar. Yenə də burada sakitçilik oldu. Çünki bu gələn naçalnik deyilmiş. Kazak böyüyü bir əfsər imiş. Deməli, birinci uşaqlar kim gəldi? Hayküy düşdü, amma naçalnik gəlmədi. Pristav gəldi. İkincisi isə bir kazak böyüyü bir əfsər gəldi. Daha sonra bir qədər keçdi, yenə qaçaqaç düşdü. Yenə kəndlilər naçalnik gəlir, amma bu da yalan oldu. Adamları araladılar. Bu qonaq da girdi həyətə. Bu da Qapazlı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəydir. Burada bir Qapazlı deyəndə də bir sətir altı məna var. Sanki o bəylərin bir növ yad ellərin qarşısında qapazaltısı olması, yəni bəylərin həmin o kəndin bəyinin yad ellərin qapazaltısı olması mənasında bir sətiraltı məna var kəndin adında da. Bəy həyətə girən bu məşhur Qurbanəli. Nəyə görə məşhur Qurbanəli? Hamı yəni Qurbanəli bəyin necə əslində yüngül xasiyyət, necə yaltaq olduğunu bilir. Ona görə burada bir məşhur Qurbanəli bəy sözündən istifadə olunub. Sonra bəy həyətə girən kimi baxdı bir sağa, bir sola, tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi, malades, sabak və sonra qalxıb xanımı balkonda görüb çığırdı. Bu bəy özü, bu Qurbanəli bəy ümumiyyətlə necə bir insandır? Qurbanəli bəy özündən aşağıdakılara çox belə pis davranan bir insandır. Çox belə pis davranan bir insandır, amma özündən o vəzifəli şəxslər var, böyük vəzifəli şəxslər, onları isə yaltaqlanan bir obrazdır. Malades ümumiyyətlə nə deməkdir? Afərin deməkdir. Sabak isə bir itdir. Görün necə itə qarşı nəzakətlidir. Hətta vəzifəli şəxslərin itinə qarşı belə nəzakətlə davranır. İzdrassi və bürkünü götürüb sağ əli ilə qalxızdı yuxarı və qışqırdı. İzdrassi nədir uşaqlar? Salam deməkdir. Urra! Sonra qalxdı balkona və xanıma baş əydi. Xanım əlini uzatdı Qurbanəli bəyə. Bəy xanımın əlini alıb rusca dedi. Nə qədər mənim canım sağdır, sənə mən nökərəm. Ay xanım, bax, görürsün necə davranır özündən böyüklərə. Xanım biraz güldü və dedi, spasiba nə deməkdir? Təşəkkür edirəm. Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri. Biraz keçdi, mahal həkimi gəldi, süd pristavı gəldi. Deməli uşaqlar, birinci kim gəlmişdi? Pristav, ikinci əfsər gəldi, sonra Qurbanəli bəy gəldi. Daha ondan sonra artıq gələn qonaqlar da bunlardır. Ard-arda bu qonaqlar gəlir. Bu Qurbanəli bəy budur uşaqlar. Bu da pristavın arvadıdır. Yəni o ad günü olan qadındır. Və burada kəndləri görürsünüz. Yəni içəri girməyə icazə yoxdur bunlara. Bunlar burada belə kənardan baxırlar. Yəni kəndlərin vəziyyəti o qədər də yaxşı deyil. Bu da həmin o it.
Sonra biraz keçdi, yenə qaça-qaç düşdü. Dedilər ki, naçalnik gəlir. Yenə qaça-qaç düşür, naçalnik gəlir. Qlavaların biri atı üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çığırdı. Naçalnik idiot. İdiot nə deməkdir uşaqlar? Gəlir deməkdir. Naçalnik gəlir. Xanım bir girdi içəri, bir çıxdı balkona. Xanım da həyəcanlanır burada. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıldı, güppüldü, şaqqıldı, çığır, bağır, qoyma, dinmə, çəkir, gəl, get və nəhayət axırda bir yoğun cinovnik girdi həyətə. Yeridi xanıma tərəf, sol əli ilə bürkünü çıxardıb, sağ əlini uzatdı xanıma. Bürk nə deməkdir uşaqlar? Bürk papaq deməkdir, yəni başa qoyulan. Xanımın əlini öpüb qonaqlara bir-bir əl verib qalxdı balkona və girdi otağa. Nəhayət naçalnik gəldi. Naçalnikdən sonra yenə bir neçə qonaq gəldi. Bunların da bir neçəsi arvadları ilə gəlmişdi. Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüş stullar, konfetlər, lumu portağallar, quru yemişlər stol üstünə qoyulmuşdu. Stolun üstünə qoyulmuşdu. Yekə samavar, qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Naçalnik oturmuşdu yumşaq divanın üstündə. Pristavın arvadı oturmuşdu onun yanında. Qonaqların da bir neçəsi dönmüşdü bunların yanına. Və naçalnik qabağındakı stəkanın qəndini qarışdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi. Burada görürük ki, naçalnik pristavın arvadı ilə söhbət edir. Bu heyndə bu vaxtda deyir küçədə açıq akoşkalardan, akoşka nə deməkdir uşaqlar? Pəncərə deməkdir. Bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı. Ədə Kəblə Qasım da Qurbanəli bəyin nökəridir. Heyvan oğlu heyvan. Baxın görün necə davranır öz nökərinə. Atı kənarda dolandır, yoxsa əlindən qurtarıb qaçar. Biraz keçdi, atlar daha da şiddətlə başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa. Qonaqların hamısı qaçdı akoşkaların qabağına. Küçədə tövlərin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolandırırdı. Strajnik nədir uşaqlar? Bu da keşikçi, qorxucu deməkdir. Cilovundan yapışıb dolandırırdı. Bu at naçalnikin atıydı. Naçalnikin atının rəngini də veriblər burada, ağ at. Bu at naçalnikin atıydı. Qurbanəli bəyin nökəri bir kəhər at, Qurbanəli bəyin atı. Kəhər atın cilovundan yapışıb biraz kənarda dolandırırdı. Bir-iki kəndli də biraz kənarda ayrı-ayrı atların cilovlarından yapışıb dolandırırdılar. Akoşkanın qabağında kəndlilər düzülüb pristavın akoşkalarına baxırdılar. Burada bir növ elə bir ki, o iki həyat qarşılaşdırılır da. Bir zənginlərin həyatı var, bir də kasıbların həyatı var. Hərdən bir naçalnikin adı kişnəyə-kişnəyə qabaq ayaqlarını döyürdü yerə və Qurbanəli bəyin atına baxıb hirsindən cilovunu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdən bir nərə təpib qabaq ayaqlarını qaldırdı havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovdan yapışıb çığırırdı. Buna baxa, naçalnik gördü ki, kəhər at bəyin atıdır. Qurbanəli bəyin atının adı. Qurbanəli bəyə tutub soruşdu. Üzünü Qurbanəli bəyə tutub soruşur ki, atı neçə yaşındadır? Qurbanəli bəy papirosunu yandırıb naçalnikə dedi ki, atı bu il təzə 4 yaşı ayaq qoyur. Deməli 4 yaşı var. Yenə naçalnik akoşkaya tərəf yeridi. Başladı Qurbanəli bəyin atına tamaşa eləməyə. Sonra Qurbanəli bəyə çönüb dedi, nə gözəl atdı. Doğrudan da Qurbanəli bəyin atı gözəl at idi. Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub naçalnika cavab verdi. Peşkeşdi. Naçalnik Qurbanəli bəyə dedi, sağ ol. Və yenə başladı, peşkeş nədir uşaqlar? Hədiyyə deməkdir. Və yenə başladı atı tamaşa eləməyə. Yenə Qurbanəli bəyə üzünü tutub soruşdu. Qaçmağı necədir? İti yüyürürmü? Qurbanəli bəy naçalnikə dedi, ay naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qırtdırmasam, qurumsağam. Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Otağın ortasında uzun xörək stolu, stolun üstünə düzülmüşdü hər cür xörəklər və içkilər. Bax, burada görürük ki, birinci neynirlər? Xörək otağına keçirlər. Pristavın arvadı oturdu stolun baş tərəfində. Xanımın sağ tərəfində kim oturur uşaqlar? Naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular. Burada xanımın yanında, bax, diqqətli olun, naçalnik əyləşir. Naçalnik araq şüşəsinin əlinə götürüb əvvəl öz fincanını, sonra
pristavın arvadını, sonra xanımların və sonra qeyni qonaqların fincanlarını doldurub durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi. Deməli, naçalnik birinci götürür öz fincanı və digərlər qonaqların fincanlarını doldurur və burada ilk sağlığı deyir. Deyir ki, mübarək olsun xanımın ad bayramı. Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb həmin sözləri dedilər və sonra naçalnik və qeyriləri şüşəli başlarına çəkib boşaltdılar. Deməli, ilk sağlığı kim dedi? Naçalnik. Pristavın arvadı fincanı götürdü əlinə, qonaqlara razılıq etdi. Amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ içməyib. Xanım bəydən soruşdu ki, "Niyə içmirsiniz? Niyə içmirsiniz?" Bəy gülə-gülə başını saldı. Təyyarə gedir, uşaqlar, onun səsidir. Bəy gülə-gülə başını saldı aşağı və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəqqəhə çəkib dedi ki, "Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən?" Qonaqlardan bir neçəsi güldü və bir neçəsi dedi ki, "Götür iç." Axırda Qurbanəli bəy rumkasını götürdü əlinə və dedi, "Ay kişisi, Allah, bu nədir? Bu bizdə üskük deyərlər. Bu bəyəmir o. Üskük də nədir, uşaqlar? Arvadların barmaqlarına geyib tikiş tikirlər. Yəni üskük, yəni bu razı qalmır da, deyir balacadır bu." Qonaqlar bu sözü eşidib yenə qəqqəhə çəkib güldülər və pristavın xanımı dedi. "Daha doğrudur, günah məndədir. Qurbanəli bəy rumka ilə araq içməz." Deməli, əvvəlcədən bilir. Əvvəlcədən bilir pristavın arvadı ki, Qurbanəli bəy rumka ilə araq içməz. Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi, "Bax, buna nə demişəm? Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var, nə yox?" Qonaqlar yenə gülüşdülər və Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına. Deməli, Qurbanəli bəyin rumka ilə araq içməyinin səbəbi nə idi, uşaqlar? Fanatik müsəlman olmağı deyil. Yəni bunu naçalnik deyir ki, olmay sən də fanatik müsəlmanlardansan, nəyə görə araq içmirsən? O deyir, yox, səbəb o deyil. Səbəb odur ki, rumka balacaymış, ona görə xoşuna gəlmirmiş. Ondan sonra xanım gedir ona çay stəkanı gətirir və ondan başlayır içməyə. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə toy və zurnanın səsi ucaldı. 2 saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanın qabağına və başladılar tamaşa eləməyə. Yəni akoşkanın qarşısına düzülürlər. Baharın 2-ci ayı idi. Baharın 2-ci ayı, uşaqlar, hansı ayda? Aprel ayı. Deməli, hadisələr hansı ayda baş verib? Aprel ayında baş verib. Çiçəklər və otların ətri qarışmışdı bir-birinə. Burada bir təbiət təsviri görürük. Çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdən bir zurnanın səsi ucalıb özgə sözlərin hamısını batil eləyirdi. Zurna sakit olan kimi adamların səsi ucalırdı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfə 3 yekə samavar qoyulmuşdu və yanlarında 30-40 stəkan nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, limon, portağallar, konfetlər, qurabiyələr və qeyri çay ilə çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafda qoyulmuşdu yastıq və balışlar, bir təfdən qlavalar, tatarı əllərində kəndlər. Bax, fikir verin, kəndlərə zülm edirlər. Kəndləri döyə-döyə bir yerə yığırdılar ki, əllə verib yallı getsinlər. Yəni, baxırıq ki, burada o vəzifəli şəxslərin həyatına baxırıq, bir də kəndlərin həyatına baxırıq. Kəndlər hər şeydən bir növ təcrid olunublar. Eyni zamanda məcbur eləyirlər. Onları döyürlər ki, əylə verib yallı getsinlər. Bir növ iki həyat burada qarşılaşdırılır. Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlər urra deyib papaqlarını atırdılar göyə və yapışırdılar yallı getməyə. Yəni bunlar məcbur edilirdilər ki, güya bunlar sevinirlər də. Pristavın xanımı qonaqları təklif elədi ki, buyursunlar çayın kənarında çəməndə əyləşib çay içsinlər. Burada bir çəməndə əyləşib çay içəcəklər. Ağalar və xanımlar endilər. Kəndlər yenə urra çəkib qarışdılar bir-birinə və sonra yenə başladılar yallı getməyə. Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub əllərini qoymuşdu, ciblərinə baxırdı. Və Qurbanəli bəyi görəcək iki qat əyildi burada. 2 qat əyilir. Bəy paprosunu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına. Ağasının yanına odu cibindən çıxarıb yandırdı. Burada Kərbəlayı Qasım gəlir Qurbanəli bəyin o siqaretini deməli yandırır. Qurbanəli bəy özü əziyyət çəkib siqaretini belə yandırmaq istəməyən bir insandır. Daha sonra
yandırdı və tutdu ağasının qabağına. Bəy papirosunu yandırıb dedi: "Axmaq oğlu axmaq, bəs sən niyə yallı getmirsən?" Bax burada yenə də görürük bu Qurbanəli bəyin öz işçisinə qarşı olan münasibətini. Kərbəlayı Qasım başını əydi aşağı və dedi: Ay ağa, mən qocalmışam, daha mənim yallı getmək yaraşmaz." Bəy papirosunu göyə püfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi: "Yapış heyvan balası, məcbur eləyir ki, oynasın. Yoxsa vallah döyə-döyə səni öldürərəm. Görün necə, yəni necə pis davranır öz nökərinə qarşı." Kərbəlayı Qasım yapışdı kəndlərin əlindən və istər-istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başında yapışıb başladı atılıb düşməyə. Görürük burada Qurbanəli bəyin yüngüllüyünü görürük. Qurbanəli bəydən başqa orada heç kəs yüngüllük eləmir. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəhqəhə çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəhqəhə elədi və çığırdı: "Ay xanım, mən istəyirəm sənin sağlığına içim." Elə bir ki, onlar çəpik çaldıqca buna da bir, necə deyim, bir hay-küy gəlir də, istəyir ki, özünü daha da şit vəziyyətə qoysun. "Ay xanım, mən istəyirəm sənin sağlığına içim. Buyur, mənə çaxır gətirsinlər." Burada çaxır istəyir. Cəmaət çıxıb çəmənlikdə çay içməyə, burada çaxır istəyir. Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib yenə başladı fırlanmağa, yenə başladı dolanmağa. Bir qədər keçdi, yenə bir stəkan içib çığırdı xanımın sağlığına və yenə başladı dolanmağa. Bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub dökəri Kərbəlayı Qasıma çağırıb dedi: "Bayaqdan Kərbəlayı Qasıma məcbur elirdi ki, oyna, oyna. İndi də məcbur eləyəcək ki, iç." İç. Kərbəlayı Qasım başladı yalvarmağa: "Ay ağa, sən bilirsən ki, mən içmənəm, aman günüdür. Məni çövür balavın başına. Mən içə bilmənəm." Bəy bir qədər də nökəri yaxalayıb gördü ki, içmir və çaxırın birazını tökdü Kərbəlayı Qasımın üstünə və birazını da özü içdi. Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və özünü naçalnikə tutub dedi: "Özün naçalnik, görək nə deyir naçalnikə. Mənim nökərim Kərbəlayı Qasım bir qeyrətdir. Mən indiyə kimi nə qədər eləmişəm, ona bir qətrə çaxır içirə." Bir qətrə nədir uşaqlar? Qətrə damcı deməkdir. Yəni bir damcı belə deyir, mən çaxır içirə bilməmişəm Kərbəlayı Qasıma. Deyirəm ki, ay axmaq, sən ki üzümü yeyirsən, axı nədir ki üzüm suyudur da, yəni niyə bunu deyir içmirsən ki? Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdır. Qurbanəli bəy qəhqəhə çəkdi və dedi: "Necə qanmır? Yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır, çox əcəb qanır, ancaq bir qeyrətdir, onun üçün içmir." Deməli Qurbanəli bəy fikirləşir ki, o bir qeyrətdir, ona görə içmir. Naçalnik də deyir ki, o qanmır, ona görə içmir. Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də burada elə yazıqlar yallı gedirlər. Xanımların biri hərdən bir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi. Musiqinin səsindən şikayət eləyir xanımlardan biri. Zurnanın səsindən az qalır qulaqlarımı tutulsun. Pristav xanımın gireyini başa düşəndən sonra toyçuları çağırdı ki, daha çalmasınlar. Pristav deyir ki, burada çalmayın. Nəyə görə? Çünki xanımlardan birini narahat eləyirdi səs. Toyun səsi kəsiləcək. Yenə Qurbanəli bəy burada başlayır şitdiyinə. Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı: "Ədə çalın namərdlər." Pristav bəyə dedi ki, toyun səsi xanım. Pristav deyir ki, Qurbanəli bəyə, bəs toyun səsi xanımlara xoş gəlmir də, qoy çalmasınlar. Qurbanəli bəy də durdu ayağa və Pristava dedi: "Mən ölüm qoy çalsınlar, mən istəyirəm oynayam." Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı: "Ədə çalın, Uzundərə çalın." Deməli, nəyi çalmalarını istəyir? Uzundərəni çalmalarını istəyir. Toyçular hazırlaşdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub, börk nə idi o baş geyimi qoyub dedi: "Bəy, hələ sonra oynayarsan. Göndər nökərini sizin atınızı çəkib gətirsin. Mən istəyirəm ata baxam." Hə, burada naçalnik ona deməli oradan uzaqlaşdırır ki, atı gətir, ata baxaq, sonra oynayarsan. Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi: "Naçalnik qurbandır sənə mənim atım." Bu sözlərdən sonra bəy nökərini çağırdı. Yazıq Kərbəlayı Qasımı yenə çağırır, görə nə deyəcək? "Kərbəlayı Qasım, tez gəl. Tez get atı çək. Gətir, naçalnik baxsın." Kərbəlayı Qasım qaçdı və tövlədən atı çıxartdı eşiyə. Naçalnik Pristav, Qurbanəli bəy və xanımlardan biri getdilər atın yanına. Deməli, atın yanına kimlər gedir? Naçalnik, Pristav, Qurbanəli bəy və xanımlardan biri. Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı və naçalnikə dedi: "Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax."
Bu il 4-ünü ayaq qoyur. Yenə qeyd eləyir o 4 yaşına ayaq qoyduğunu. Naçalnik Kərbəlayı Qasıma dedi ki, biraz atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Kərbəlayı Qasımın dalınca gedə-gedə heyvan hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdən bir o tərəf bu tərəfə baxıb kişnəyirdi. Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnik üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpikləndi. Deməli naçalnik soruşur ki, atın qaçmağı nətərdir? Da Qurbanəli bəy heç nə demir, yəni göstərməyə qərar verir. At durduğu yerdə bir neçə arşın məsafəni, burada bir ölçü vasitəsi vahid işlənibdir. Üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırışıb qaçışdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi, malades, yəni afərin deyir burada. Daha sonra və bəyə cavab verdi. Bəy cavab verdi ki, naçalnik bu nədir ki, hələ sən mənim o bir atımı görməmisən. Deməli, burada qeyd edir ki, mənim o bir atım bundan da yaxşıdır. Bəlkə onu görəsən, bu nədir ki, onun yanında. Deməli, bəy hansı atını daha yaxşı olduğunu deyir. Deyir, o bir atım daha yaxşıdır. Kərbəlayı Qasım atı çəkib apardı. Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Burada kart oynayırlar. Saat 11-də qonaqlar yenə dəvət elədilər xörək otağına. 11-də yenə başlayırlar yeməyə. Yenə başladılar xörək otağına və yenə ağalar, xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü butulkanı və başladı əvvəl üst stəkanını, sonra qonaqların, o bayaqlarım əvvəldə olmuşdu. Naçalnik ən birinci deyirdi, xanımın ad günü mübarək olsun. Yenə naçalnik birinci başlayır. Pristavın arvadına tərəf və dedi, bugün bizim buraya yığışıb belə ləzzətli vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən stəkanı içirəm sizin sağlığınıza. Yenə naçalnik xanımın sağlığına içir. Bu sözləri deyib naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırı içib oturdu. Yavıqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanlarına çıqqıldatdılar və içdilər. Qurbanəli bəy də yerindən qalxıb dolu stəkanını götürdü, vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi. Mən özümü bugün xoşbəxt hesab edirəm. Yenə Qurbanəli bəy durur ayağa, görək nə danışacaq bu yenə. Mən özümü bugün xoşbəxt hesab edirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Bu Mixail Pavloviçi birinci qeyd edir. Ondan ötürü ki, çünki nə qədər ki Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər. Mən də bədbəxt idim. Ondan ötürü ki, bilmirəm nədəndirsə, keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Burada yaltaqlıq eləyir bir növ ki, güya heç birisini istəməyib, bir dənə Mixail Pavloviçi istəyib. Amma 5-10 il, 5-10 il bundan əvvəl deyir, burada bir pristav vardı. Çox loto oğlan idi, yəni yaxşı oğlan idi. Mənə bir tula bağışlamışdı, it bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin. Deməli, Mixail Pavloviçi tərifləyir. Sonra qeyd edir ki, bir nəfər də var idi. Pristav var idi ki, o da 5-10 il əvvəl olubdu, o da yaxşı oğlan imiş. Buna da bir tula bağışlamış imiş. Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı çöndərib ağzı yerə tərəf tutdu ki, görsünlər ki, stəkanda bir qətrə, yəni bir damcı belə çaxır qalmayıb da. Halal olsun Qurbanəli bəyə, hamısını içib qutarıb. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşuların stəkanlarını doldurub özünü naçalnika tutdu və dedi. Artıq üçüncü sağlıq deyən kimdir burada? Pristavın arvadı. Öncə naçalnik, sonra Qurbanəli bəy, sonra pristavın arvadı. Mən özümü borclu hesab edirəm ki, sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib məni sərfraz buyurubsunuz. Buna kimə deyir? Naçalnikin daha doğrusu pristavın arvadı naçalnik haqqında danışır bunu. Sözlərini deyəndən sonra xanım fincanı tutdu dodaqlarının qabağına, qonaqlar da stəkanları uzadıb, vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb əlində dolu stəkan gedib durdu naçalnikin yanında və dedi. Naçalnik ağa, indi naçalnika yaltaqlanır. Mən bu stəkanı sizin sağlığınıza
Allah da buna şahiddir ki, nə qədər bizim vilayətdə naçalniklər gəlib gedib, mən onların heç birini o qədər istəməmişəm ki, naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər ki bizim mahalda cəmaət var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm də sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər ki sağam, nökərəm sənə. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Urra! Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına. Stəkanın ağzını yenə çöndərdi ki, güya bir qətrə qalmadı. Sonra gedib oturdu yerində. Deməli, Qurbanəli bəy öncə pristav haqqında danışdı. Dedi ki, sən yaxşı pristavsan, səni mən çox istəyirəm. Bir dənə 5-10 il əvvəl biri də olub, onu da çox istəyibdi. Sonra naçalnikə yenə başlayır yaltaqlamağa ki, sənin qədər də, yəni heç kəs çox istəməmişəm, sən çox yaxşısan, hamı sənin yolunda başından, canından keçər, elə mən də. Sonra indi görək nə baş verir. Qonaqlar məşğul oldular yeməyə. Bir qədər keçəndən sonra xanımın əri, nəhayət bu pristav durdu ayağa. Çaxır şüşəsini əvvəl stəkanını doldurdu, sonra qonşuların stəkanını doldurdu və sonra ayağa durub dedi: Ağalar və xanımlar, məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qoşunlarımız olacaq. Buna cəhət mən içirəm bu stəkanı bizim qoşunlarımızın əfsəri Nikolay Vasilyeviçin şərəfinə və onun xanımı Anna İvanovanın sağlığına. Pristav kimin şərəfini içir? Nikolay Vasilyeviç və Anna İvanovanın şərəfinə, sağlığına içir. Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar daha belə stəkanlarını çaqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanını uzatdı əfsərə və arvadına tərəf dedi: Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əksik eləməsin. Allah düşmən qabağında sizin qılıcınızı kəskin eləsin. Bu da içir. Yenə Qurbanəli bəy yenə də içir bunların şərəfinə. Yəni mən bu sözləri ondan ötürü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər? Bu xəncəri mən soxaram onun qarnına. Buradan artıq xəncər məsələsi başlayıb. Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım. Urra! Burada bir Nikolay Vasilyeviçin xanımının şərəfinə də içir. Bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy durdu ayağa, hərənin barəsində bir nik söyləyir. Bir dolu stəkan içirdi və otururdu. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına və lap axırda bəy bərk keyfləndi. Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına. Bu dəfə də Qurbanəli bəyin başlayırlar sağlığını içməyə. Xanımlar bir-bir stəkanlarını uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən geçsin. Yəni çox sevinir ki, ay Allah, qonaqlar mənim şərəfimi içir. Qonaqların hamısı bəyin sağlığını içəndən sonra bəy stəkanı yuxarıya qalxızıb dedi: Ağalar, xanımlar, siz ki mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim bu canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmaram. Amma ağalar, mən sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınıza sabah öz evimdə qonaq təklif eləyirəm. Vallah, billah, atamın görə haqqı mən bilmirəm. Necə sizin xəcalətinizdən çıxım. Mən lap ərib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma? Görün ha, özün yəni heç nə hesab eləmir. Mən bu xanımların ayağının torpağı da ola bilmərəm. Görün özün necə alçaldır yad ellərin qarşısında. Vallahi atamın görə haqqı, sabah sizə qonaq gəlməsəniz mən özümü öldürərəm. Hətta şərt də qoyur ki, qonaq gəlməsəniz mən özümü öldürəcəm. Daha sonra mən istəyirəm ki, sizə qulluq eləyim. Mən istəyirəm ki, deyir, sizə qulluq eləyim. Mən istəyirəm ki, sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz mən bu xəncəri soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm. Ay xanım, səndən də təvəqqə eləyirəm. Əfsər ağadan da təvəqqə eləyirəm. Anna İvanova, qurban olsun sənə mənim canım. Səndən də təvəqqə eləyirəm. Yəni hamıdan xahiş edir ki, gəlsinlər bunun evinə. Ağalar, xanımlar, hamınızdan təvəqqə eləyirəm ki, hər kəs gəlməsə namərddir. Hətta deyir ki, kim ki gəlmir namərddir. Deyir, siz gəlməsəz özümü öldürərəm, gəlməyəndə namərddir. Aman günüdür, özümü öldürərəm, qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar, urra, urra. Bəy stəkanı içdi başına, naçalnik siqarı damağına salıb, özünü tutdu pristavın xanımına ki, gəlsənə sabah qonaqlığa gedək. Naçalnik kimin fikrini soruşur uşaqlar? Pristavın xanımından soruşur ki, gedək. Qurbanəli bəyə,
qonaq olaqmı? Xanım baxdı ərinin üzünə, xanım da ərinin üzünə baxır. Deməli naçalnik xanımdan soruşur, xanım da öz ərinin üzərinə baxır. Mən çox xoşxallıqla gedərəm, yaxşı olar. Bəyin arvadını da görərəm. Bax burada bəyin arvadını da deyir, görmək istəyirəm. Görərəm necə paltar geyinir. Yenə də qadınların xüsusiyyəti burada özünü göstərir ki, görün bəyin arvadı necə geyinir. Əfsər də arvadından soruşdu, gedərsənmi? Arvad dedi, gedərəm. Qonaqların biri də dedi ki, əgər bəy bizə yaraşan müsəlman plov versə, bax plov söhbətini eləyən kimdir? Qonaqlardan biri. Qurbanəli bəy plov sözünü eşitcək, tez qalxdı ayağa çıxırdı. Necə plov, necə plov? Atamın görə haqqısı elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olasınız. Mənim aşbazım pişirən plovu kim pişirə bilər? İnanmırsınız? Kəblə Qasımdan soruşun. Hanı Kəblə Qasım? Kəblə Qasım, Kəblə Qasım. Nökərini çağırır. Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa. Güya ki, Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki, kimin nökərlərindən girir biri deyir. Təbii ki, burada pristavın nökərlərindən. Çağırın o axmaq oğlunu. Görün necə öz nökərinin digərlərinin qarşısında alçaldır. Özü başqalarının qarşısında alçaldır. Öz başqalarının qarşısında alçalır. Öz nökərini də başqalarının qarşısında alçaldır. Nökər çıxdı, getdi və bəy özü də qapıya tərəf yeridi. Pristavın arvadı bəyə dedi ki, yazıqdır da, qoy yatsın. Nökərlər çağırarlar, gələr. Hə, burada deyir, nökərlər çağırarlar, gələr, sən zəhmət çəkmə. Bəy yenə başladı plovu tərifləməyə. Mən sizlə mərcə gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız tüpürün mənim üzümə. Hətta deyir, elə bir plov yemişsinizsə hardasa mənim üzümə tüpürün. Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi, ay bəy, söz yox ki, evdəki tərifli atını da bizə göstərərsən. Deməli, qonaqlardan biri plov məsələsini deyir. Naçalnikin də maraq obyekti nə idi? At. Naçalnik də at deyir. Qurbanəli bəy naçalnikə yaxınlaşıb, hər iki əlini qoydu gözünün üstünə və dedi, bu gözlərim üstə, hansını bəyənsən peşkeşdə. Hətta deyir ki, hədiyyə eləyəcəm. Lotu-lotuyana deyirəm, güya mərdi-mərdanə deyir. Mən yalan zad bilmərəm. Hansını xoşlasan, atamın gör haqqı peşkeşdir. Burada atanı da görün qarışdırır məsələyə. Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərin dəstəsindən yapışıb dedi. Get o haramzadə oğlu haramzadəyə de ki, bu saat durub bura gəlməsə, bu xəncəri gedib soxaram onun qarına. Nökər çıxdı eşiyə, pristavın arvadı bəyə üzünü tutub dedi ki, nə istəyirsən ki, biçarə kişini oyadırsan, nəyə lazımdır? Pristavın arvadı belə deyir. Bəy cavab verdi, ay xanım, başına dolanım, necə yəni nəyə lazımdır? Ağız nədir ki, bu tezliklə yatsın, yatmaq işinə də qarışır. Qoy gəlsin, görək kimin hünəri var, mənim aşbazım pişirən plovu pişirsin. Qonaqlar yenə gülüşdülər. Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib girdi içəri. Ağası yenə əlini xəncərin dəstəsinə aparıb dedi, Kəblə Qasım, mən səni öldürərəm. Qonaqlar yenə gülüşdülər. Kərbəlayı Qasım əllərini döşünə qoyub, əməlli başda bu Qurbanəli bəy özünü itiribdi də. Biraz da içib əməlli başda özünü itiribdi. Əməlli başda özünü belə tərxək vəziyyətinə qoyur burada. Kərbəlayı Qasım əllərini döşünə qoyub alçaq səslə dedi, niyə başına dönüm ağa? Bəy hirsli və uca səslə, hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər? Mən deyirəm ki, bizim əli pişirən plovu heç kəs pişirə bilməz. Bunlar inanmırlar. Kərbəlayı Qasım alçaq səslə cavab verdi. Bəli, ağa, əli yaxşı plov pişirir. Burada Kəblə Qasım da təsdiqləyir təbii ki. Çünki həqiqətən də əli yaxşı plov pişirdi. Burada haqlı idi Qurbanəli bəy. Bir də o atı tərifləmə məsələsində haqlı idi ki, həqiqətən at yaxşı at idi. Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi. Di gördünüz. İndi sözünüz nədir? Burada sevinir. Bir növ sözünün təsdiqlənməyinə sevinir. Qonaqların çoxsu cavab verdi. Doğrudur, inanırıq. Kərbəlayı Qasım da çıxdı eşiyə. Yarım saatdan sonra qonaqlar başladılar artıq dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısı minib düşdülər yola. Kərbəlayı Qasım Qurbanəli bəy nəyə minir? Ata. Kərbəlayı Qasım nəyə binir? Yabıya. Düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdən bir yuxudan ayılıb atı saxlayıb üzünü çöndərib Kərbəlayı Qasıma deyirdi. Bu xəncəri soxaram sənin qarnına. O içi bağlı başından çıxandan sonra elə ağzında ən çox olan söz budur Qurbanəli bəyin. Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxtda deyirdi. Niyə başına dönüm? Həmişə cavab vermir, hərdən bir deyir. Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxtda deyirdi, kimin hünəri var əli pişirən plov pişirsin. Bu da elə arada onu deyir.
2 saatdan sonra ağa və nökərlər yetişdilər kəndə. Neçə saatlıq yoluymuş? Deməli 2 saatlıq yoluymuş. Yekə imarətin darvazasının qabağında atlar dayandı. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Bura Qurbanəli bəyin imarətidir. Qapını döyməyə yekə papaq bir kişi qapını açdı. Qurbanəli bəyin yanına qaçıb yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi: "Əli, bu xəncəri soxaram qarnıma." Bu Əli kimdir? O aşpaz idi də, o tərifləyirdi Qurbanəli bəy. Nökər cavab verdi: "İxtiyar sənindir ağa." Nökər də belə cavab verir. Sonra bəy atını yenib girdi həyətə və pilləkəni qalxıb girdi otağa. Bəyin qarabaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi: "Ay ağa, nə gec gəldin?" Bu da Qaravaş idi. "Ay ağa, nə gec gəldin? Xanım, səndən ötürü çox niyaran oldum." Bəy xəncərin tiyəsini arvada göstərib dedi: "Gülpəri, bu xəncəri soxaram sənin qarnına." Burada da Gülpəriyə belə bir söz deyir. Sonra Gülpəri adı sizə hardan tanışdı uşaqlar? Nurəddinə səndə də var idi. Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib gördü ki, arvadı paltarlarını soyunmamış, dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O xəncərin tiyəsini arvadın üstünə qalxızıb dedi: "Bu xəncəri soxaram sənin qarnına." Belə gördü ki, kim onun qarşısına çıxırsa elə eyni söz deyir. Yəqin xanım da Qurbanəli bəyi gözləyirmiş. Ona görə paltarlarını soyunmamış yatıbdı. Yəni bir növ yastığa dayanıbdı, belə yuxu aparıb da, yuxu aparıb sadəcə olaraq, yatmaq məqsədi ilə yatmayıbdı. Arvad ayılmadı, Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra bürkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxardıb hirslə hərəsini bir tərəfə atdı. Biraz su içdi və uzandı yerinə, bəy yuxu tutdu. Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb, gördü ki, əri gəlib yatıb, yavaşca paltarını geyib çıxdı eşiyə. Orada deyir ki, Qurbanəli bəyin arvadı soyunmamış dayanıb yatır. Yəqin sonra oyanıb paltarlarını da çıxarır. Qaravaş süpürgə ilə həyəti süpürdü. Kərbəlayı Qasım əlində xəlbir, tövlərin qabağında durub arpa təmizləyirdi xəlbirlə. Arpa versin atlara. Bunu kim edir? Kərbəlayı Qasım. Xanım Kərbəlayı Qasımdan soruşdu. Burada xanım dünən olanlardan soruşur ki, yəni nələr baş veribdi. Kərbəlayı Qasıma deyir ki, niyə belə gec gəldiniz? Kərbəlayı Qasım cavab verdi: qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik. Xanım yenə soruşdu: Pristavın qonağı çox idimi? Kərbəlayı Qasım cavab verdi: bəli, xanım, çox idi. Xanım soruşdu: kim idi qonaqlar? Kərbəlayı Qasım cavab verdi: ay xanım, nə bilim, bir çoxu böyük adamlar idi, çoxlu xanım idi, çoxlu xanım var idi, nəçənlik özü də oradaydı, çox adam vardı. Xanım yenə soruşdu: Kərbəlayı Qasım, xanımlar da elə kişilərlə bir yerdə oturmuşdu, ya ayrı oturmuşdu? Bu xanımlar ruslar idi da, uşaqlar. Bunlarda təbii ki, adət-ənənə başqadır. Kərbəlayı Qasım cavab verdi: yox, elə hamısı qarışmışdı bir-birinə. Qaravaş bu sözləri eşidəcək öz-özünə dedi: bu yaman Allah. Xanım oturdu pilləkənin pilləsinin üstündə. Kərbəlayı Qasım biraz yağva çağırıb dedi: sən Allah Kərbəlayı Qasım, nağıl ilə görək qonaqlıq necə keçdi, qonaqlar nə verdilər, ağan kimdən danışdı, nə danışdı, sən Allah Kərbəlayı Qasım, hamısını nağıl elə. Kərbəlayı çuxasının ətəyini qalxızıb, ağzını və burnunun suyunu sildi. Tövlədən atlar başladılar bir-birinin üstə çığırışmağa. Kərbəlayı Qasım üzünü tövləyə tərəf tutub çığırdı: buna bax ha. Xanım yenə də Kərbəlayı Qasıma dedi ki, sən Allah Kərbəlayı Qasım, nağıl elə görək. Kərbəlayı Qasım cavab verdi: ay xanım, dəxi nə deyim, çox qonaq vardı, nəçənlik də oradaydı. Xanım yenə Kərbəlayı Qasımdan soruşdu: Kərbəlayı Qasım, urus arvadları və kişilərlə nə danışırdılar? Və kişilər deyir, nə danışırdılar? Arvadlarla kişilər deyir, bir-birinə nə danışırdı? Kərbəlayı Qasım cavab verdi: xanım, mən nə bilim nə danışırdılar? Mən onların axı dilini bilmirəm. Yəni onlar rusca danışır da. Xanım yenə soruşdu: Kərbəlayı Qasım, doğrusunu de görək, ağan daha çox rus arvadlarına da, heç deyir rus arvadlarına danışdı mı? Kərbəlayı Qasım da yenə üzünü tövləyə tutub çığırdı atların üstündə və xanıma cavab verdi: ağam, deməli, ağam urus arvadlarından az danışdı, amma nəçənlikdən çox danışdı. Aşpaz Əli samavarı gətirdi və çıxarıb qoydu pilləkənin üstünə. Burada samavarı gətirir. Qaravaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünü və samavarı qalxızıb apardı evə. Hər kəs öz işi ilə məşğuldur. Uşaqlar səhər-səhərdir. Aşpaz Əli yenib durdu xanımın qabağına və soruşdu. Bax, bunu kim soruşur? Aşpaz Əli.
Xanım, bu gün nə bişirim? Xanım Qaravaşı çağırıb dedi. Və Qurbanəli bəy gecə demədi ki, nə bişirək. Qaravaş əlində çay qabı xanımın yanına gəlib cavab verdi. Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün. Xanım təəccüblü elədi və dedi, yaxşı, yaxşı, elə danışma, dəli olmamısan ki. Vallah xanım, ağam evə girən kimi xəncəri çıxartdı və mənə dedi, xəncərlə səni öldürərəm. Xanım bir qədər dinmədi və özünü tutdu Kərbəlayı Qasıma. Kərbəlayı Qasım yəqin ağan yenə keflənmişdi. Kərbəlayı Qasım cavab verdi, xeyr, keflənməmişdim. Burada Qurbanəli bəy cəmaata söz verir ki, sabah gəlin bizə qonaqlığa, aş belə getdi, qonaqlıq belə getdi. Özü də yıxılıb yatıb, heç kəsə deməyib heç bugün qonağa gələcəyini. Sonra xanım girdi içəri və yavaşca Qurbanəli bəyin yanına yavıqlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə və aşpaz Əliyə 16 qəpik verib dedi, Əli, get 2 girvənki ət al, gətir, bozbaş bişir. Nə bişirəcəkdilər? Bozbaş bişirəcəklər. Əli pulları aldı və dedi, baş üstə. Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə. Şular, bəs Bomba hekayəsini oxumusunuz da, yəqin ki, novellası var. Bomba novellası, Əbdürrəhim bəy Haqverdiyevin. Bəs orada nə pişmişdi? Kimi yadında qalıbsa şərh bölməsində yazar. Baş üstə, Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə. Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım həyətə oturmuşdu tut ağacının dibində və hərdən bir daşı götürüb atırdı ağacın başına və tut quşlarını qovurdu. Və hərdən bir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasımın yanına və başladı tutları seçib yeməyə. Burada Kərbəlayı Qasım, Qaravaş tutun yanındadılar. Biraz keçdi, xanım da gəldi bunların yanına və başını qalxızıb bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, biraz tut silkələyib töksün. Qaravaş evdən bir çarşov gətirdi. Aşpaz əldə bunların yanına gəldi və dedi, siz çarşovu tutun, mən çıxım silkələyim. Kim silkələyir? Əli. Əli çıxdı ağaca. Xanım Qaravaş və Kərbəlayı Qasım çarşovu tutdular və Əli ağacın budağının birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldü çarşova. Bu dağa, deməli bu dağa 1-2 təpik vurandan sonra Əli qalxdı biraz da yuxarı. Ağacın başından kəndin ətrafı Əliç kimi görünürdü. Əlinin gözünə bir belə şey sataşdı. Hacı Heydər dəyirmanının yanından kəndə sarı bir dəstə atlı gəlirdi. Əli əvvəl buna fikir vermədi və başladı budağın birini silkəməyə, amma sonra yenə diqqət saldı və gördü ki, atlar kənd əhlinə oxşamırlar. Buna görüb Əli üzünü tutdu aşağı və dedi, Kərbəlayı Qasım, kəndə çoxlu atlar gəlir, amma kəndliyə oxşamırlar. Kərbəlayı Qasım, xanım və Qaravaş bir qədər baxdılar və bir-birinin üzünə. Xanım dilləndi, Kərbəlayı Qasım, çıx aşpazxananın damına gör necə atlılardı. Deməli, ilk dəfə bunu kim görür uşaqlar? Aşpaz əri görür. Kərbəlayı Qasım da gedib qalxdı divara, oradan qalxdı aşpazxana damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa. Kəndin yaxınlığında Kərbəlayı Qasımın gözünə əvvəl 2 atlı göründü. Bunlar atlarını bərk çapırdılar. Əvvəl 2 atlı görünür. Dəxi bunlardan savayı yolda bir şey görünmürdü. Amma bir qədər keçdi. Mərəzənin yanında söyüd ağaclarının dalında bir dəstə atlı çıxdı. Bunların içində naçalnik və pristavların düymələri və xanımların şlyapaları aşkar bilinirdi. Kərbəlayı Qasım tez yerində aşağı qaçıb gəldi xanımın yanına və tövşüyə dedi. Xanım, bu gələnlər deyəsən elə dünənki qonaqlardı. Bunları kim tanır? Təbii ki, Kərbəlayı Qasım. Çünki Kərbəlayı Qasım görmüşdü. Əli görməmişdi axı dünənki qonaqları. Xanım çarşovun ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma yavıq və dedi, dünənki qonaqların da burada nə işləri var? Daha sonra Kərbəlayı Qasımın əllərini qoydu bir-birinin üstə və cavab verdi. Mən nə bilim ay xanım, bu heyində küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tapdıltısı və biraz keçdi küçə qapısı döyüldü. Xanım qaçdı içəri və pəncərədən küçəyə baxıb gördü ki, küçə doludur adamlarla. Hamısı rus qulluqçuları və rus xanımları. Kərbəlayı Qasım qapıya çıxıb gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib dayanıb qapıya. Xanım tez qaçdı eşiyə və əlini çağırıb dedi, get de ki, ağa evdə deyir. Kimə dedi bunu? Əli deyir.
Əli qaçdı küçə qapısına və xanım qaçdı evə. Qurbanəli bəyi oyatdı. Xanım da gəlir Qurbanəli bəyi oyadır. Bəy a eləyib çöndü o biri səmtə. Arvad dedi: "Ay kişi, dur, dünənki qonaqlar gəliblər bizə." Qurbanəli bəy yenə a eləyib gözlərini açdı və arvadına dedi: "Cəhənnəm ol. Görün öz qadınına necə davranır. Öz xanımına cəhənnəm ol deyir. Gedib rus qadınlarına sizə qurban olum, nə bilim siz beləsiz, eləsiz, nə yaxşı ki siz varsınız və sair sözlər deyir. Öz xanımına da olan münasibətin görürüz də yaltaqlığın. Daha sonra arvad sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəf, bu tərəfinə arvadına dedi. Qoy desinlər ağa evdə deyil. Arvad yenə çıxdı eşiyə və bəy mələfəni götürüb, burada ağı götürür, mələfəni götürüb çarşov kimi, yəni bir çadır kimi eləyir. Saldı başına, çıxdı həyətə, qaçıb soğuldu tövləyə və girdi atın axuruna. Nökərlər, qonaqlar dedilər, ağa evdə deyil. Yəni nökərlər də qonaqlara deyir ki, ağa evdə deyil. Naçalnik bu cavabı eşidib təəccüb elədi. Daha belə qeyri-qonaqlar mat qaldılar. Kəndlər də başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çağırdı, papirosunu yandırdı və nökərlərdən soruşdu. Deməli, nökərlərdən soruşur ki, bəs bəy hara gedib ki, evdə deyil? Nökərlər də cavab verirlər, bilmirik. Naçalnik bir qədər dinməyib yenə soruşdu. Bəs o özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırdı? Nökərlər yenə cavab verdi ki, bilmirik. Xanımlardan biri bir stəkan su istəyir. Kərbəlayı Qasım qaçdı evdən, tez su gətirir. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb dedilər ki, dəxi niyə dururuq, qaydaq gedək. Naçalnik bura razı oldu, amma Kərbəlayı Qasıma üst tutub soruşdu ki, yəni atlara baxmağa icazə istəyir burada, icazə ilə istəyir. Başladı kişnəməyə. Naçalnik yoldaşlarına belə təklif elədi ki, çox əcəb. Yəni bu naçalnikin burada at sevdasını yenə görürük. Biz bu qədər yol zəhmətlə gəlmişik. Heç olmasa deyir, bəyin atlarına baxaq, sonra qaydaq. Yoldaşlar razı oldular. Naçalnik yenə Kərbəlayı Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım dedi, buyurun. Naçalnik 2 pristav, mal həkimi, xanımlar, Kazak əfsəri girdilər həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb qaçdı, soxuldu otağa. Yəni qonaqların üzünə çıxmır. Qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi: "Bu elə bəyin dünənki atıdır." Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib Kərbəlayı Qasımdan soruşdu: "Budurmu bəyin təriflatı?" Kərbəlayı Qasım dedi: "Bəli." Qonaqlar başladılar atın o tərəfinə, bu tərəfinə dolanmağa. Naçalnik axura tərəf hərəkət eləyib istədi atın ağzına baxsın. Axura yavuqlaşan kimi Naçalnik dik atıldı və çığırdı. Ax çort vazimi, deyir, ax çort vazimində nədir uşaqlar, lənətə gələsən. Axırın içində güya kəfənə, yəni bir parçaya bürünmüş bir şey Naçalnikin gözünə tataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axırın yanına və diqqət eləyib, bunlar da qorxa-qorxa gedirlər ki, indi burada nə var? Baxdılar ki, axırdakı Qurbanəli bəyin özüdür. Bunu görəcək Naçalnik çəpik çalıb qəhqəhə çəkib dedi: "A, Rəfiq, sən buradaymışsan." Qonaqlar da bir-bir gəlib bəyə diqqətlə baxdılar və çəkilib duruxdular kənarda. Qurbanəli bəy yerindən heç tərpənmədi. Qonaqlar çıxdılar küçəyə, atlar mindilər və uz qoydular getməyə. Burada baxdıq ki, deməli, burada baxdıq ki, yəni Qurbanəli bəy özünü necə gülünc vəziyyətinə qoyur. Burada da deyir ki, axırda gizlənmiş bəy Naçalnikin görməsi səhnəsi sizdə hansı hər hədə bir hiss yarada bilər. Təbii ki, gülünc hissi yaradır. Təsəvvür edin ki, bu hadisədən bir müddət sonra Qurbanəli bəy, Naçalnik və digər qonaqlar qarşılaşır. Sizcə bəy özü necə aparar? Yəqin ki, utanar da. Utanmaq sifəti varsa yəqin ki, utanacaq. Yaxşı, bu qədər uşaqlar, sağ olun. Kanala abunə olmağı və əgər video faydalı oldusa bəyənməyi unutmayın.